xanım, şöyle istəyərdim ki, hadisə ilə bağlı, siz Rövşən Süleyman'dan vaxtdan bir yerdə oldunuz, Rövşən Süleymanzadələr tutulma anını görmüşsünüzmü, bununla bağlı geniş ifadə edəsiniz. Bir onunla əvvəldən deyəsiniz ki, onu haradan tanıyırsınız o şəxs, nə münasibətləriniz var? Sadəcə belə sevgilik, belə münasibət var. Aynen. Buyurun, vəkilin sualına cavab verin. 28 yanvar 2025-ci il tarixində biz Rövşənlə birlikdə Masazı rayonu, Abşeron rayonu Masazı qəsəbəsində yerləşən evdə olmuşuq. 28-i gecə saatlarında Rövşənin nə edəcəyini soruşdum və o həm həkimə, həm də göyrəndici inşalları dərziyə vermək istədiyini dedi. Mən isə salona gedəcəkdim, onunla bağlı dedim ki, həm səhər həkimə gedərik, ondan sonra da gözəllik salonuna gedərik. Dilarə Əliyev küçəsində yerləşən hər hansı bir dərzilərdən birinə göyrəndici inşalları verərik. O da razılaşdı və biz səhər Nərmanovda yerləşən xəstəxanaya getdik və oradan sonra Rövşənin məhsuluna evə qayıtdıq. Və sonra isə günortadan sonra iri çantama göyrəndici inşalları qoydum və sonra biz Rövşənin məhsulunun Çanqa markalı avtomobilə mindik və sonra Dilarə Əliyev küçəsində biraz qalmış Rövşən Coca-Cola tutkasının altını açıb içmək istəyərkən kolla Rövşənin ağ rəngli şalvarına daxıldı və o isə gedək masajıra tezəndən sonra qaytarıq dedi, çünki dəyişib sonra qaytarıq. Mən isə razılaşmadım və sonra gec olacağından gəl istəyirsən göyrəndici şalları verim sənə geyim, sonra isə ağ şalvarı sonra isə Dilarə Əliyev sonra isə gedərik biz. O isə razılaşdı və mən gözümün qarşısında ağ rəngli şalvarı dağıdıb və sonra iri çantamla göyrəndici şalvarı çıxarıb sağ sol gözləri çıxmışdı, onları əlimlə geri saldım və artıq günlərdə yoxlamaq məqsədilə əlimi orada saldım və heç bir əşya, heç bir vasitə, heç bir əşya yox idi və mən də Rövşənə təqdim elədim, yəni göyrəndici şalvarı, o isə geyindi və sonra canlı açıldı yerdə, mən isə ikimiz də bir yerdə maşından düşdük və mən Dilarə Əliyev küçəsində yerləşən gözəllik salonun qarşısına keçdim, o isə